Funksiyalar bölməsinə aid belə bir sual verilib. Fx bərabərdir x kvadrat çıxılsın 3x plus m minus 1 parabolası absis oxuna toxunarsa deyir, m neçə olmalıdır? Ümumiyyətlə, absis oxuna toxunma anlayışı nədir? Qrafik üzərində baxsaq, absis oxuna toxunma o deməkdir ki, yalnız bir nöqtədə x oxuna toxunur, yəni x oxunu kəsmir. Və biz bilirik ki, kvadrat üçədli üçün funksiyanın qrafiki x oxuna toxunursa, bu o deməkdir ki, deməli, funksiyanın və yaxud da kvadrat üçədlinin diskriminantı 0-a bərabər olmalıdır. Yəni, d bərabərdir 0. Biz bilirik ki, diskriminant b kvadratı çıxılsın 4ac-yə bərabərdir düstur olaraq. O zaman biz bunu 0-a bərabərləməliyik. Yazsaq yerinə, b-nin yerinə 3 yazsaq, 9 çıxılsın 4 vurulsun a-mız 1-dir. C-miz isə m çıxılsın 1-ə bərabərdir. Və bərabər edirik 0-a. Buradan da bu mötərizəni açıb tənliyi həll etməyə çalışsaq, alırıq 9 çıxılsın 4m, üstə gəlinsin 4 bərabərdir 0-a. Və buradan da 4m bərabər olmuş olur 13-ə, m isə bərabər olmuş olur 13 bölünsün 4-ə. Deməli, düzgün cavab 13 bölünsün 4 olmuş olur.